Miqrasiya Departamenti yeni binaya köçüb. 2 mərtəbəli inzibati bina 150 əməkdaş üçün nəzərdə tutulub. Burada iş otaqları və inzibati icraat üçün ayrılmış məkanlar yerləşir. Müasir standartlara cavab verən binaya Baş nazir və Daxili İşlər naziri baxış keçiriblər. Qrantlar haqqında qanuna dəyişikliklər Hüquqi Məsələlər Komitəsində ikinci oxunuşda müzakirə olunaraq dəstəklənib. Qanunvericilik paketi qrantlar, siyasi fəaliyyət və siyasi aktivliklə bağlı yeni məhdudiyyət və qadağaların tətbiqini nəzərdə tutur. Söhbət 7 qanunda dəyişiklikdən gedir. Bugün həmçinin məlum olub ki, Cinayət Məcəlləsinə Konstitusiya quruluşuna qarşı ekstremizm barədə yeni maddə əlavə ediləcək. Gürcüstanın Xarici İşlər Naziri rəsmi səfərlə Slovakiyadadır. Maka Bocorishvilinin həmkarları ilə təkbadaş görüş planlaşdırılıb. Müzakirələr geniş tərkibdə də davam edəcək. Nazirlər siyasi mesajları birgə mətbuat konfransında səsləndirəcəklər. Maka Bocorishvili Slovakiyaya Münhen konfransından yollanıb. İlya Dövlət Universitetində kvotaların bölüşdürülməsi məsələsi və bununla bağlı başlayan etiraz aksiyası yenidən siyasi qiymətləndirmə mövzusuna çevrilib. Müxalifətin bir hissəsi bildirir ki, təhsil sahəsində islahatlara həqiqətən ehtiyac var. Lakin bu qərara tənqidi yanaşırlar. Onların sözlərinə görə qəbul edilən qərar mövcud problemlərin real həllinə xidmət etmir. Hakim komandanın qiymətləndirilməsinə əsasən isə müzakirələrə və argumentlərin paylaşılması zəruridir. Lakin onların iddiasına görə bu yanaşma İlya Dövlət Universiteti tərəfindən nümayiş etdirilməyib. Əllərinizi təhsildən çəkin şüarı ilə Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib. Toplaşanlar təhsil islahatına etiraz ediblər. Onların sözlərinə görə dəyişikliklərin məqsədi azad sözün boğulmasıdır. Aksiya iştirakçıları tələbə hərəkatının nümayəndələridir. Onlar təhsil islahatının müzakirəsi prosesinə cəlb olunmağı tələb edirlər. Bakı-Axalyanın məhkəmə prosesləri qapalı rejimdə davam edəcək. Bugün hakim prokurorluğun vəsaitini təmin edib. İclasda Axalya özü də iştirak edib. İttiham tərəfinin sözlərinə görə davam edən cinayət işində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edir. Həmçinin ayrıca icraatda olan cinayət işi üzrə məxfi materiallar mövcuddur. Bu səbəbdən prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırılıb. Bakı-Axalya və onun vəkilləri bu qərarla razılaşmayıblar. Keçmiş Müdafiə Nazirinə 4 oktyabr hadisələri üzrə qrup halında zorakılığın təşkili və rəhbərlik etmə ittihamı irəli sürülüb ki, bu da 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İşin məhiyyəti üzrə məhkəmə baxışı 2 martda başlayacaq. CP Global Ratings Beynəlxalq Reyting Agentliyi bank sektorunun risk qiymətləndirilməsi üzrə yenilənmiş reytingi dərc edib. Sənəddə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun bank sektorunun ümumi tendensiyaları, güclü və zəif tərəfləri, əsas çağırışları və makroiqtisadi risklər təhlil olunur. Hesabat əsasən Gürcüstanda institusional çərçivə yüksək qiymətləndirilib və xüsusilə vurğulanıb ki, bank sektorunun tənzimlənməsi və nəzarət mexanizmləri regionda qabaqcıl səviyyədədir. Tbilisi meriyası tramvay xəttinin tikintisi üzrə tentləri fevralın 13-də Asiya İnkişaf Bankının satın alma qaydalarına uyğun olaraq yenidən elan edib. Mer Qaxa Qaladzenin sözlərinə görə buna səbəb xarici ixtisaslaşmış şirkətlərin layihəyə göstərdiyi maraq olub. Tenderin başa çatma tarixi 31 mart olaraq müəyyənləşdirilib. Meriyadan bildirilib ki, edilən dəyişikliklər layihənin büdcəsinə və icra müddətinə təsir etməyəcək.